İtalyan əsilli rəssam və heykəltəraş Amadeo Modigliani'ni incəsənət aləmində ciddi qəbul etmirdilər. Janna Ebuterim'lə tanışan zaman qızın 19, rəssamın isə 33 yaşı vardı. Modigliani durmadan qızın qu quşu kimi gözəl boynunu və uzunsov üzünü təsvir edirdi. Gözlərində isə boşluq qoyurdu. "Səni yaxşı tanıdıqdan sonra gözlərini çəkəcəm," deyirdi. Necə deyərlər, gözlər qəlbin aynasıdır. Vərəmdən əziyyət çəkən, kasıb yaşayan rəssam çox içki içirdi. 1920-ci ilin yanvar ayında Modigliani kasıblar üçün nəzərdə tutulan xəstəxanada vəfat etdi. Bundan xəbər tutan Janna artıq 9 aylıq hamilə idi. Bir damla göz yaşı tökməyən gənc qadın evin damına çıxdı. Rəssama qovuşmaq üçün irəli bir addım atdı. Çünki Janna onsuz nəfəs belə ala bilmirdi. Bir gün sonra bütün qəzetlər Modigliani'nin dahi rəssam olmasından yazdılar. Əsərlərinin də qiyməti çox qalxdı.